Salam dostlar. Bugün biz danışacağıq nə haqqında? Python və ümumi server anlayışı haqqında danışacağıq. Çünki bu bizim üçün biz bir web proqramçı olaraq biz işləyiriksə, web proqramçı olaraq necə deyirlər, Pythondan istifadə ediriksə, bizim burada öyrənməyimiz lazım olan iki məsələ var idi. İki məsələ. Biz bilirik ki, web harda işləyir? Bizim browserimizdə işləyir. Və ümumi olaraq biz nəzərə alsaq ki, bizim browserimizin qabiliyyəti var. Müəyyən bir qabiliyyəti var. Nə qabiliyyəti var dediyimiz kimi, bu ancaq bizim web serverimiz, web saytımız məsələn deyək ki, buradan biz bir adicə indeks səhifəsindən danışsaq, yəni ki, front-end tərəfdən danışsaq əgər, front-end tərəfdən deyəndə ki, hər hansı bir web səhifəsindən danışsaq, biz bundan keçən dəfə bilirik ki, biz burada hər hansı bir bu web səhifəsini açanda, bizim burada bir URL-imiz yaranır. Gördüyünüz kimi bizim bir URL-imiz yaranır. Bu yaranan URL bizim üçün nədir? Bizim serverlə communication'ımızı yaratmaq üçün, əlaqəmizi yaratmaq üçün istifadə etdiyimiz nöqtədir. Və biz buradan serverdən məlumatları alırıq, yerləşdiririk, ekranda göstəririk, bir mənada download edirik, belə deyək. Və ondan sonra buradan hər hansı bir requestimizi edirik ki, web serverə, burada mənə filan faylları ver. Və bu faylları da keçən ki, biz bilirik ki, bu faylların da müəyyən növü var. Yəni ki, bizim browserimiz hər fayl növünü render edə bilmir. Bunun spesifik bir fayl növləri var, hansı ki, HTML-dir, JavaScript-dir, image-dir və s. bunları render edə bilir. Amma geri qalan faylları render edə bilmir. İndi biz burada, necə deyərlər, buradakı əsas məqsədi, belə deyək, bir web developerın öyrənməsi lazım olan əsas iki şey var. İlkin etapda əsas iki şey var. Bu proqramçılıqdan əlavə olaraq sırf web developmentla məşğul olan insanın öyrənməsi lazım olan iki məsələ var. Bunlar nədir? Mən serverə necə request göndərirəm? Və serverdən request eləyəndə o serverdən mənə nə gəlir? Yəni request və response məsələsi önəmlidir. Adicə məsələn mən burada hər hansı bir şeyə baxsam, network'a baxsam, bu developer bölməsində, yəni ki, browserın developer bölməsi keçən dediyimiz kimi, bu hissə, yəni bu ərazi bizə nəyi göstərir? Mənim serverlə olan əlaqəmi göstərir. Yəni serverlə mən nə eləmişəm, nə iş görmüşəm, onları göstərir. Və burada mən ilkin bəsit bir dənə Enter'ə basanda əslində mən nə eləmiş oluram? Serverə bir request göndərmiş oluram, bir tələb göndərmiş oluram ki, mən bunları necə deyərlər, görə bilim. Və burada görürsünüz ki, belə bir hissə var. Diqqət edirsinizsə, belə bir hissə var. Bu bizim, necə deyərlər, serverlə olan communication'dakı detallarımızdır. Yəni deyək ki, mən bu URL-i görürsünüz burada. URL mənə nəyi göstərir? Deməli, IP adresini göstərir, portu göstərir və faylı göstərir. Ondan sonra request metodu getdi. Yəni ki, bunu, necə deyərlər, bir mən serverdən tələb eləyəndə hər hansı bir şey nə olacaq? Get request edə bilərəm və ya post request edə bilərəm. Ondan sonra status kod var, hansı ki bu mənim HTTP standartlarıma görə müəyyən bir rəqəmlərdir. Bunları keçən dəfə dediyimiz kimi bunlar status kodlar belə bir şeydir. HTTP status kod, buradan baxsaz, bunların nə mənaya gəldiyini biz buradan görə bilirik. Yəni ki, bunların nə məna ifadə elədiyi, ondan sonra bunlar hamısı HTTP tərəfindən, HTTP Hypertext Transfer Protocol tərəfindən təyin olmuş müəyyən rəqəmlərdir ki, hər bir rəqəmin özünün bir mənası var.
Yəni bir mənası var və biz bu mənalara əsasən gedib baxırıq ki, hə, burada mənim status kodum necədir? Yəni burada mənim tələbimdə, requestimdə nə baş verib? Yəni hər şey okeydirmi, deyilmi və s. Bu request və response məsələsi bizim üçün önəmlidir. Və bundan öncə də təbii ki, bu request və response məsələsindən öncə də bizdə belə bir özümüzdə bir təsəvvür yaranmalıdır ki, bilməliyik ki, web server deyilən anlayış nədir? Web server deyilən anlayış nədir? Və web server nədən ibarətdir? Yəni ki, bu bir cihazdırmı, bu bir necə deyirlər, proqramdırmı? Bunu anlamaq lazımdır. Adicə məsələn buradan belə bir nümunə versək və diqqət elədinizsə, mən bunu OpenWidth Lifesaver deyə bir faylla açdım, extensionla açdım, VS kodun daxilindəki bir extensionla açdım və bu belə açıldı. Diqqət edirsinizsə, baxın, belə bir mənə adres verdi. Mən bu faylı fərqli şəkildə də aça bilərdim. Necə aça bilərdim? Gəlin belə, bunun olduğu yerə baxın. Bu faylı buradan da aça bilərdim. Baxın. Bir belə açmaq var, fikir verirsinizsə. Bu isə bir də belə açmaq var. İndi özümüzə sual verməliyik ki, bunların arasında fərq nədir? Nəticə olaraq, məsələn, mən buraya Hello World yazsam, deyək ki, hər hansı bir H1 yazdım, Hello World dedim, Hello World dedim, Hello World dedim və mən burada bundan istifadə elədim, gəldim, burada da eyni nəticəni görürəm. Burada da eyni nəticəni görürəm, fikir verirsinizsə. Bəs eyni nəticəni görürəmsə, bunlar arasındakı fərq nədir? Və mən niyə burada açıram bunu? Yəni, ona görə bunların arasındakı fərq, əsas məsələ odur ki, mən burada elədiyim şey, bir HTML faylım var mənim, Mən bu faylı, onu support eləyən bir dənə proqramla açıram. Yəni ki, sadəcə burada elədiyim şey, necə ki, bir şəkil faylını mən onu support edən bir proqramla açıram. Burada da eyni şəkildə bu index.html faylını mən onu support edən bir dənə proqramla, hansı ki, bu Mozilla ola bilər, Chrome ola bilər, fərqli ola bilər, ondan açıram. Amma buradakı məsələ fərqlidir. Buradakı məsələ nədir? Əslində mənim bu extensionum, Lifesaver extensionum mənim üçün mini bir server yaradır. Web server yaradır. Mini bir web server yaradır və mənə virtual bir dənə server yaradır. İndi burada server anlayışını, web server deyəndə bizim ağlımıza nə gəlməlidir? Necə bir şey gəlməlidir? Web server, bir dənə baxaq, bunun xüsusiyyətlərinə. Bunun işi nədir? Web serverin işi nədir? Bunun bir şeydən fərqli olaraq, lokal fayllardan fərqli olaraq, bu web serverin işi bizim klientdan gələn tələblərimizi, hansı ki, bu tələblər nəyə görə gəlir? Əslində buradan baxsaq, belə deyək, tələblər nəyə görə gəlir? Hansı standarta uyğun olaraq gəlir? HTTP standartlarına uyğun olaraq gəlir. HTTP, Hypertext Transfer Protokola uyğun olaraq gəlir və bu standartlara uyğun olaraq gələn tələbləri qarşılama və onlara cavab vermə olaraq əsas işi budur. Yəni, basic işi budur. Və biz bunu nə tərəfindən göndəririk? Browser tərəfindən göndəririk. Və indi bunun normal bir kompüterdən fərqi nədir? Web serverlərin fərqi nədir? Və bu web serverlər bir kompüter ola bilər, bir başqa cihaz ola bilər və s. ola bilər. Bunların sadəcə o birilərindən fərqi, normal kompüterindən fərqi odur ki, yəni normal bir kompüterdən fərqi odur ki, bunun HTTP standartlarını başa düşüb, HTTP tələblərini başa düşüb, ona cavab verə bilmə qabiliyyəti var. Və hər web serverin daxilində diqqət elədiksə, bu əslində bir dənə kompüter olaraq, məsələn, mən burada gəlsəm, bir dənə belə bir papka yaratdım, fikir verin. Gəldim, My Server deyə bir papka yaratdım
Və bu my server'ın içərisində təbii ki, mənim fayllarım ola bilər. Hər hansı bir, məsələn, deyək ki, nə faylım ola bilər? Index.html faylım ola bilər. Ondan sonra burada deyək ki, nəsə CSS faylım ola bilər, style CSS faylım ola bilər. Hətta ilk başda bunun index.html yox, başqa bir dənə şəkil faylı yerləşdirək bura. Hər hansı bir fayl yerləşdirək ki, onun üzərindən biz analiz eləyə bilək, məsələn. Mən bunu save elədim. Hara? Gəldik bura. Bizim faylımızın içərisinə. Bunun içərisində my server'ın içərisində web servers deyə bir şəklində qeyd elədim bura. Gördüyünüz kimi bunun içərisində bir dənə şəkil var. İndi bunu siz özünüzdə belə bir təsəvvür eləyin ki, bu ayrı bir dənə kompüterdir. Yəni ki, sadəcə bu dərsdə biz onun illüstrasiyasını eləyəcəyik ki, web server məntiqini tam olaraq biz başa düşə bilək. Yəni, başa düşə bilək ki, əslində web server dediyimiz şey nədir, necə işləyir. Və burada mən tələb göndərəndə, request göndərəndə, response göndərəndə bundan necə istifadə edə bilirəm. Və mən indi bunu, bu papkanı və ya bu fayl, bunu bir kompüter olaraq fikirləşim və mən buna əlavə xüsusiyyətlər yükləyəcəm, əlavə proqramlar yükləyəcəm ki, hansı ki, bu gələn HTTP-nin tələblərini yerinə yetirə bilir. Yəni, HTTP requestlər qəbul edə bilir və s. və s. edə bilir. İndi bizim mövzumuz Python'dır. Biz indi Python'da bir framework istifadə edirik. İstifadə edəcəyik. Bu Flask ola bilər, bu Django ola bilər, bu başqa bir web framework ola bilər. Bu web frameworkların əslində bizə gətirdiyi müsbət nədir? Birinci ondan danışaq ki, yəni niyə biz frameworklərdən istifadə edirik? Birinci, bizim burada bir web application yaza bilməyimiz üçün bizim müəyyən konfigurasiyalarımız olmalıdır. Yəni ki, mənim bir dənə web serverim olmalıdır, bu web serverə request göndərib, request ala bilmə konfigurasiyam olmalıdır. Ondan sonra, təbii ki, frameworkların ayrı xüsusiyyətləri var olmalı. Amma əsas xüsusiyyətlərindən biri odur ki, mənim üçün o webdə işləyə biləcək, Python kodumun webdə işləyə bilməsini təmin edən mənə xüsusi şeylər verir, hazır kitabxanalar verir. Yəni, bunun üçün biz frameworklərdən daha çox istifadə edirik. Amma əgər mən web serverin işləmə fəlsəfəsini bilmirəmsə, mənim bir web frameworku götürüb öyrənməyim tamamən ədəbiyyat şeiri əzbərləmək kimi bir şey olar. Və burada indi biz Python'ı, məsələn, istər Flask olsun, istər Django olsun, fərqi yoxdur. Biz bunu öyrənəndə bu framework'un altında yatan bir məsələ var. Tamam, bizim bir application'ımız var. Və biz bilirik ki, bizim browserımız Python faylını render edə bilmir. Niyə? Çünki mənim browserumun daxilində Python kodlarını eləyəcək, translate eləyəcək, interpret eləyəcək, interpreter yüklü deyil. Çünki əgər browserumun daxilində bu interpreter yüklü olmuş olsaydı, mənim heç bir dərdim qalmazdı. Necə ki, mən məsələn, hər hansı bir JavaScript kodunu yazanda bundan narahat olmuram ki, görəsən mənim kodların tərcümə oluna biləcəkmi, kodlarımın nəticəsini görə biləcəmmi? Mən JavaScript kodlarının tərcüməsini harada görürəm? Mənim browserumun daxilində görürəm. Bunun da səbəbi nədir? Çünki sizin JavaScript kodlarınızı başa düşüb tərcümə eləyəcək olan interpreter proqramı olan Google V8 Engine sizin yüklədiyiniz bütün browserların daxilində var. Məsələn, siz bu browser daxilinə hər hansı bir JavaScript kodu yazanda, məsələn, deyək ki, bəsit bir kod yazaq bura. Gəldim, məsələn, mən console log yazdım. Dedim ki, hello. Bu bir JavaScript kodudur. Və ya document write yazdım. Testing dedim.
Bu bir JavaScript kodudur ve bu JavaScript kodunu çöldən baxan, bunu biraz da belə deyək, cahil məntiqi ilə bunu analiz edən insan bunu başa düşə bilməz. Amma biz proqramçı olaraq bilməliyik ki, əgər mən bura bir kod yazıramsa, bu proqramın daxilində bir kod yazıramsa, deməli ki, bu proqramın daxilində bu kodu analiz eləyə biləcək bir qurğu var, bir şey var ki, onu tərcümə eləyir və onun nəticəsini görürəm. Yoxsa mənim browserim demək ki, document write sözünü, document write sintaksını başa düşür. Yəni, buna əslində başa düşən mənim browserimin deyil, onun daxilinə yüklənmiş belə bir Google V8 Engine deyilən bu bir dənə interpreter proqramdır. Interpreter, bunun bizdəki qarşılığı nədir? Bizim kompüterə yüklədiyimiz bu proqramdır. Hansı ki biz bunu yükləmişik ki, bu Python, mənim yazdığım Python kodları maşın dilinə tərcümə oluna bilsin. Okay. İndi bu səbəbdən mənim browserimin daxilində bu proqram yüklü olaraq gəlmədiyi üçün və mənim onu yükləmə şansım olmadığı üçün mən təbii olaraq başqa məntiqdən istifadə etməliyəm. Çünki mən elə bir şey olmalı ki, elə bir qurğu olmalı ki, mənim browserimin kənarında elə bir qurğu olmalı ki, o Python kodunu tərcümə eləsin və browserin başa düşəcəyi formata tərcümə edib mənə göndərsin. Əks halda mən orada Pythonda yazılan, C#-da yazılan və ya PHP-də yazılan kodları başa düşə bilmərəm. Və indi ağlınıza gələ bilər ki, belə bir düşüncə gələ bilər ki, beyninizə, madəm JavaScript'in o tərcüməçisi browserin daxilində var, niyə o biri dillərin yoxdur? Niyə, məsələn, deyək ki, Python'ın interpreteri bu şeyin daxilində deyil, browserin daxilində yoxdur? Niyə C#'ın CSG exesi burada yoxdur? Niyə PHP-nin serveri yoxdur burada, tərcüməçisi burada yoxdur? Və niyə sadəcə JavaScript'in var? Çünki JavaScript server client-side dillərdəndir. Yəni ki, bunun işi sadəcə client tərəfdə işləmək, yəni ki, browser daxilində işləməkdir və keçən dəfə dediyimiz kimi, deməli, JavaScript'in sadəcə vəzifəsi, browser daxilindəki vəzifəsi, oradakı dinamikliyi təmin etmək, oradakı dataların browser daxilində bir yerdən başqa yerə ötürülməsini təmin etməkdir. Amma JavaScript'in qabiliyyəti yoxdur ki, onları götürüb database-ə yazsın. Onları götürüb başqa bir yerə yazsın. Yəni, bu qabiliyyətlər Python'da var. İndi bir dənə də təsəvvür edin ki, biz qərar verdik ki, bütün bu proqramlaşdırma dillərinin, necə deyərlər, Python'ın interpreterini, yəni bütün browserlar, Chrome, Mozilla, ondan sonra Safari və s. bunlar gəldilər, qərar verirlər ki, bizim artıq browseri download eləyəndə onların necə deyirlər, interpreterlər də bunlarla bir yerdə yüklənmiş ola bilər. Ola bilərmi? Ola bilər. Yəni ki, real bir şeydirmi? Oluna biləcək bir şeydirmi? Yəni əslində ola bilər, problem deyil. Amma və bunun bənzəri bir hadisə baş vermişdi daha əvvəl. Yəni daha əvvəl məsələn 2000'li illərdə ActionScript adında bir Adobe'un bir scripting language var idi, və bunu render eləmək üçün, bunu başa düşə bilmək üçün, bunu tərcümə edə bilmək üçün sizin browserinizin daxilində Flash Player deyilən bir şey yüklü olmalı idi. Flash Player. Və belə bir, necə deyərlər, Allah rəhmət eləsin, mənim hər dəfə bunu görəndə duyğulanıram, çünki mənim ilk göz ağrımdır bu, və bu yüklənməli idi. Buna bənzər bir dənə də var idi, Java Applet deyilən bir xırda proqramcıq var idi ki, siz o dönəmdə Java ilə yazılan browser oyunlarını, Java dili ilə yazılan browser oyunlarını browserda test ilə oynamaq üçün yükləmək, işlədə bilmək, Java Applet deyə bir şey yükləməliydiniz.
Və əgər bunu yükləməsəz, o işləmir. Hətta bunu belə bir şey göstərim. Keçən bir yerdə qarşılaşdım. Haradaydı o? Flex haqqında bir dənə Flex Interactive deyə bir saytda qarşılaşmışdım. Bircə dəqiqə, belə bir şey miydi? Bu sayt mıydı? Yox, bu deyildi. Bu deyildi. Bir dənə baxaq. Hansıydı o? Flex Playground. Bu da deyil. Bircə dəqiqə onu tapacam mən. Bu muydu? Bu da deyil. Bir dənə o saytı tapa bilsəm, onun nümunəsini sizə göndərərəm ki, onu tam beyninizdə başa düşəsiniz. Flex Playground. Bu da deyil. Bir dənə Flash Player. Flex Interactive. Yox. İndi onu necə deyirlər, o sayt tapa bilmədiyim üçün göstərə bilmirəm. Məsələn, əvvəllər belə idi ki, məsələn, siz YouTube videolarını izləmək üçün o ActionScript kodlarını aktiv eləməliydiniz. Onun da aktiv olması üçün, yəni render oluna bilməsi üçün Flash Player-i yükləmək lazımdır. Siz onu browser'a yükləyirsiniz və ya Java appleti yükləyirsiniz. Və 2009-cu ildə bunların hər ikisi ləğv olundu. Bunun da inisiyativ də kimdən gəldi? Apple-dan gəldi. Səbəb də nə idi? Çünki deyir ki, baxın, səbəbə fikir verin. Deyir ki, bu proqramlar Flash Player və Java Applet bizim kompüterimin, yəni user'ın kompüterini daha çox yorur. İndi təsəvvür edin ki, mənim Flash Player yükləndi. Bu təbii olaraq mənim prosesorumdan yiyəcək. Təbii olaraq mənim RAM-imdən yiyəcək. Yəni ki, oradakı interpreting prosesini aparan şey mənim kompüterim olacaq. Yəni, bu təbii olaraq mənim kompüterimin bir dənə yük yükləyir. Yəni ki, o kodu maşın dilinə çevirmək, onun nəticəsini mənə göstərmək və s. Bu bir əməkdir, bir prosesdir, bir işdir. Yəni, bunu indi iki ehtimal var. Burada ya bu tərcümə prosesini mən öz kompüterimə, istifadəçinin, user'ın kompüterinə yükləyəcək bu yükü, ya da mən bu yükü yükləyəcəm hansısa başqa bir kompüterə ki, o orada o prosesi aparsın, yəni ki, o tərcümə prosesi aparsın, mənə sadəcə nəticəni versin. İndi istifadəçilərə bu şəkildə yük yükləmək, yəni ki, məsələn, bunu açmaq üçün get bunu yüklə, bunu açmaq üçün get bunu yüklə, bunu elə, hadi deyəlim, siz instructionları düzgün şəkildə verdiniz. Bir kliklə adam bunu yükləyə bildi. Yəni, məsələn, deyək ki, Python-la nəzərə alsaq ki, dediniz ki, birinci get buradan Python-ı yüklə, ondan sonra mənim bu kodu icra elə. Deyə bilərsiniz. Amma bu, hər kompüterə əlavə yük yükləmək məcburiyyətində qalır. Bu da kompüter istehsalçılarına əlavə yükdür. Məsələn, kompüter istehsalçılar üçün bu problem deyil. Bunlar, məsələn, deyək ki, tələb edə bilərlər, yəni kompüterlərin şeyini artıra bilərlər, xüsusiyyətlərini artıra bilərlər. Kompüterlərin xüsusiyyətlərini artıra bilərlər ki, qardaş, bu əvvəl 4 rəmlə işləyirdi, indi məcbursan 8 rəmlə işləyir. Okey, bunu edə bilərlər. Amma belə olan halda bu adamların kompüter satışlarındakı artış olacaqmı? Bu adamlar deyir ki, əvvəl prosesor 1 nüvəli idi, indi məcburdular 2 nüvəli satmağa. Eləmi? Təbii ki, 2 nüvəli bir kompüterin 1 nüvəli kompüterdən qiyməti əlbəttə ki, double olacaq. Və ondan sonra təbii ki, bu adam 2 nüvəli kompüter satdı və sıradan istifadəçi bunu ala bilməz. Ona görə kompüter istehsalçıları fikirləşirlər ki, biz minimal səviyyədə fikirləşməliyik ki, bu adam bu işləri görə bilsin. Yəni, ona görə deyirlər ki, ona görə birinci olaraq qərar verirlər ki, biz görüləcək ağır işləri, proqramlaşdırma dillərinin görəcəyi ağır işləri başqa bir yerdə görək, hansı ki, biz buna sonra web server deyəcək. Ondan sonra o web serverində vəzifəsi olsun ki, o ağır işləri görsün, tərcümə prosesini aparsın və biz sadəcə daha minimal şəkildə bir browser verək. Hansı ki, o, dediyimiz kimi, HTML, CSS, JavaScript kodlarını run eləsin.
Bir ikincisi deyək ki, məsələn, biz qərar verdik ki, interpreterləri bu şəkildə yükləyirik. Okay. Python'ın yüklənməsini tələb elədik. Sonra düşünün, əgər belə bir tendensiya başlasa ki, bütün backend dilləri browser tərəfindən başa düşülən olsun, eləmi? Bunu eləyə bilmək üçün siz nə etməlisiniz? Python interpreterini yükləməlisiniz, C#'ın, Java'nın, ondan sonra nə qədər dil varsa, onların interpreterlərini və ya compilerlərini siz browser'a yükləmək zorundasınız. Və bunun təsəvvür edin ki, belə bir yüklənmə olduğu halda sizin browser'ınızın yükü nə qədər artır. Bu təbii ki bir imkansıza yaxın bir şeydir. Və bunu eləmək yerində adamlar dedilər ki, xeyr, belə bir şey olmayacaq. Dolayısıyla burada artıq ayrıldı iki hissəyə. Client kompüter, bir də server kompüter. Hansı ki bu server kompüterdə bizim o dilləri tərcümə edəcək proqramları web server və Python'la mı işləyəcəksən? Get web server və Python'ın proqramını yüklə, orada işlə. C#'la mı işləmək istəyirsən? Get web server və C#'ı tərcümə edəcək proqramları yüklə, orada işlə. Və ya digər dillər üçün fərqi yox. Amma browser'da ki, mənə result'ı ver. Mənə sadəcə HTML, CSS, JavaScript şəklində bir result ver. Və dolayısıyla biz bu səbəbdən bir istifadə edirik. Web serverlərə istifadə edirik. Və ona görə də hər proqramlaşdırma dilinin support elədiyi bir web serverlər var. Məsələn, biz Python'da web application yazanda iki dənə web serverdən istifadə edə bilərik. Bu web serverlərin tiplərinə bir dənə baxsaq, web server type'lara baxsaq, web serverlər types web server list deyək bundan. Web server software list deyək. Buradan məsələn baxsaq, nə var? Apache web server, HTTP server var. Ondan sonra deyək ki, gələk aşağıya, sonra Nginx var. Bu bizim üçün önəmlidir. Ondan sonra deyək ki, Light HTTP var. Çox istifadə olunmasa da. Ondan sonra Apache Tomcat var. Bu web server. Caddy web server heç istifadə eləməmişəm. Necə işlədiyini bilmirəm. OpenLight Speed bundan da istifadə eləməmişəm. Mənim istifadə elədiyim əsas iki dənə server var. Bir də Node serverlar var. Bu da yeni gələn texnologiyadır. Yeni gələn platformadan, hansı ki sırf JavaScript üzərinə işləyir. JavaScript backend üzərinə işləyir. Bizdə mən ən çox istifadə olunan iki dənə web server var. İki tip web server var. Apache web server və Nginx web server var. Yəni biz bunlardan məsələn Python framework yazanda, Python'la işləyəndə biz bunlardan Nginx-lə işləyəcəyik. Yəni Nginx haqqında xüsusi bir dərsimiz olacaq ki, bu necə işləyir, Nginx web server necə yükləmək lazımdır, ondan necə istifadə etmək lazımdır və s. və s. Və indi bunlar xüsusi olaraq bizə lazım olan web server tipləridir. Və bunların daxilində xüsusi specificationları var ki, proqramlar var ki, biz onlardan istifadə edirik. Okay. İndi bunu deyək ki, biz web server yükləməyi, mən hələ Nginx yükləmədən öncə biz bəsit olaraq Python'da web server anlayışını necə eləyə bilərik, təsəvvür edə bilərik. Bunu eləmək əslində Python'da çox bəsitdir. Burada Python'ın bir modulu var. HTTP server modulu var. HTTP server modulu var. Bu ən minimal səviyyədə serveri başa düşə bilmək üçün lazım olan ən xırda moduldur. Yəni server işini görə bilmək üçün. Yəni server işini görə bilmək deyəndə də biz nəyi təsəvvür eləməliyik beynimizdə? Yəni əsas serverin vəzifəsi nə idi? Browser'a listen eləsin
Brauzera qulaq assın. Brauzerdan gələn HTTP requestlərini qəbul eləsin və cavab versin. İlkin şey budur. İlkin şey budur. Və burada da əsas məqsəd indi biz bunu görə bilmək üçün adicə məsələn özünüz də burada yoxlaya bilərsiniz. Mən girdim məsələn deyək ki cd. Hal-hazırda mən burada gəlib py-m http server bunu run eləsəm, bu modulu run eləsəm mən burada, baxın, bu mənim üçün diqqət eləyin nə yaradır? Deyir ki, serverin HTTP on, port 8000, port 8000-də mən bir HTTP server yaradıram və nəyə qulaq asıram deyir? Port 8000-ə. Yəni, port nə deməkdir? Bizim öz kompüterimizdə və ya server kompüterdə harda olursa olsun fərqi yoxdur. Orada mənim requestlərimin gəldiyi, yəni ki, o kompüterə gələn tələblər, məsələn, hal-hazırda mənim kompüterim var, bu kompüterimə müəyyən tələblər gəlir, internet üzərindən tələblər gələ bilər, lokal networkdən tələblər gələ bilər, fərqi yoxdur. Bu tələblərin hansı qapıdan daxil olacağı mənim üçün önəmlidir. Məsələn, 80.000 qapısından başqa tələb gələ bilər, 80 qapısından, portundan başqa tələb gələ bilər. İndi burada deyir ki, bu HTTP server modulu bizim üçün minimal şəkildə bir dənə server məntiqi yaradır. Və indi gələk bura. Bunu da görə bilmək üçün, baxın, mən gəlib əgər browserda, yəni ki, bu bir dənə virtual server yaratdı mənim üçün öz kompüterimdə və dedi ki, 80.000 portuna mən qulaq asacam və o portdan gələn 80.000 portundan gələn sorğuların hamısına qulaq asıb ona cavab verəcəm. Hansı sorğuların? HTTP sorğuların. Dolayısıyla mən gəlib bura localhost yazsam, baxın, localhost və bu 8000'dir. Mən buna baxsam, baxın, bu mənə nə verdi? Bu əslində nəyə qulaq asdı? Hal-hazırda mən hansı folderun içərisindəyəm? Python Web Server'da. Mən indi burada diqqət edirsinizsə, mən bu Python Web Server'ın içərisində, Python Web Server'ın, bunu məsələn mən buradan ləğv eləsəm, silsəm, baxın, sildim. Və bu serverə mən təzədən run eləsəm, fikir verin, bu avtomatik olaraq mənə nəyə göstərir? Diqqət edin, mənim o folderımda, yəni ki, Python Web Server adındakı folderda olan faylları və onun daxilini göstərdi. Onun daxilini göstərdi. Amma harada göstərdi, diqqət edin, browserda göstərdi. Yəni, dolayısıyla bu web serverin işi mənim fayllarımın, lokaldakı fayllarımın və ya hər hansı bir yerdə olan fayllarımın web browser vasitəsilə görüntülənməsi işinə başlayır. Burada local host nədir? HTTP serverin default olaraq verdiyi bir adlandırmadır. Yəni, virtual server yaradaraq mən bunu istifadə edə bilərəm. Yəni, amma hal-hazırda desəz ki, yəni, mən bu adresi kopyalayıb başqa bir kompüterdə açsam, o yenə mənim bu kompüterimə bu fayllarımı akses edə biləcəkmi? Xeyr, edə bilməyəcək. Niyə? Çünki bu local host, necə deyərlər, sadəcə virtual bir maşındır. Sadəcə mən öz kompüterimdə eləmək istəyirəm. Amma indi mən istəyirəm ki, bu web serverin məntiqi nə idi? Mən webin işləməsində, mən öz fayllarımı götürürdüm, müəyyən bir kompüterə qoyurdum ki, bunu mən, hamı buna akses edə bilsin, hamı bu fayllara akses edə bilsin, görə bilsin bu faylları. Düzdürmü? Və indi bunu eləyə bilmək üçün də, adicə web serverini eləyə bilmək üçün də, deməli ki, mən öz kompüterimdəki faylları aparıb qoyacam X adında bir dənə başqa kompüterə, web server'a. Bunun bir IP adresi var. Bunun bir IP adresi var və IP adresindən mən bu fayllara reach edə bilərəm. Mənim də kompüterimin IP adresi var. Məsələn, buradan baxsaq, bircə dəqiqə, neydi? IP config idi. Səhv eləmirəmsə, config. Buna baxsaq, burada IP4 adres var. Belə bir adres var. Bu nədir?
bu adres mənə lokal şəbəkəmdə, məsələn, hal-hazırda mən hardayamsa, bu istifadə etdiyim lokal şəbəkə, bu Ethernetdən qoşulan bir şəbəkə də ola bilər, Wi-Fi ilə də qoşulan bir şəbəkə ola bilər. Bu lokal networkdə mənə verilən bir IP adresidir. Məni o lokal networkdəki digər kompüterlərdən ayıran bir adresdir. Eləmi? Və mən əgər bu mənim adresimi mənim lokal networkümdəki digər kompüterlər görür. Lokal network, internetdə bunları görür. Dolayısıyla mən ən bəsit mənası ilə öz lokalımda, məsələn 5 dənə kompüter var evimizdə, nə bilim ofisimizdə və ya nə bilim iş yerimizdə 5 dənə, 10 dənə kompüterimiz var və mən burada daxili bir web server yaratmaq istəyirəm. Hansı ki, sadəcə mənim o iş yerimdəki insanlar bunu görə bilsin. İş yerimdəki insanlar bunu görə bilsin. Və bunu eləmək üçün də mən burada bunun yerinə, məsələn, localhost'un yerinə bunu təyin edə bilərəm. Bunu təyin etmək üçün komandanın bircə dəqiqə HTTP server, Python, IP adres. Bunun bir dənə baxaq. Onun komandası nə idi? Simple HTTP serverda bunun bunun bir dənə komandası var idi. Nə idi? Bind deyə bilərik. HTTP server bind. Və mən burada gəlib desəm ki, və burada mənim hal-hazırda serverim aktivdir. Yəni, baxın, serverim hal-hazırda işləyir. Bu, diqqət eləyin, nəyi elədi? Və mənim bu serverim orada gedən, yəni ki, HTTP requestlərinin nəticələrini mənə göstərir. Baxın, deyək ki, mən buradan HTTP sorğusu apardım, onun nəticəsini göstərdim. Ondan sonra kod 404, bunu çox görmüsünüz. Message file not found. Yəni, mən birinci indeksə HTML-i axtarır, tapa bilmir, ona görə file not found verir. Və mən buradan gəlirəm, bu serverimi hələ ki dayandırım. Və burada serverimə istəyirəm, deyirəm ki, bind, səhv eləmirəmsə belə yazdırdı. Bir dəqiqə baxım, əzbərimdə yoxdur. Serv 8000 port, 8000 gəldim deyək ki. Burada mən əslində portu da dəyişə bilərəm. Yəni ki, bu default portdur 8000. Mən bunu məsələn 99 və ya nə bilim deyək ki, hansı portum varsa 80-80 portumda edə bilərəm. Və hal-hazırda bu artıq nəyə qulaq asacaq? Fikir verin, 80-80 portuna qulaq asacaq. Və gəlin başqa bir şey eləyək indi. Bu 80-80 portudur. Və mən burada başqa bir dənə də eləyə bilərəm. Yəni ki, bu artıq mən bura 8000 portu yazsam, burada işləməyəcək. Fikir verin. 8000 portunda, baxın, bu load eləməyə çalışır. Deyir ki, this site cannot be reached. Niyə? Çünki lokal hostda, bu portda hər hansı bir şey yoxdur. Bu qapıda mən sorğu göndərməmişəm. Düzdürmü? Amma çünki bu portumda hər hansı bir əməliyyat yoxdur. Mən bu 80-80 portunu açanda bunu görə bilirəm. İndi bu portları, necə deyərlər, özünüzdə yoxlaya bilərsiniz ki, o anda hansı port açıqdır. Yəni, öz kompüterinizdə hansı port, 80-80 portumu, 8000 portumu və s. və s. Hansı portlar açıqdırsa mən onlardan baxa bilərəm. İndi gəldik bura. Gələk buradan bunu belə eləyək. Gələk burada deyək ki 80-80 portu bind eləyək və mənim IP adresimi. Və artıq diqqət eləyin, mən burada nəyi dəyişdirdim? Local host'u dəyişdirdim, elədim belə bir adres. Diqqət eləyirsinizsə, artıq bu 80-80 portu burada işləməyəcək. Niyə? Çünki mən artıq serverimin, web serverimin location'ını dəyişdirdim, elədim belə. Baxın. Artıq bu nə deməkdir? Localhost'dan bu şəkildə dəyişdirmək nə deməkdir? Bunu özünüz də məsələn bir şəbəkədə test edə bilərsiniz. Bir lokal networkdə bu şəkildə bir web server yaradaraq
buna el arasında server qaldırmaq deyirlər. Yəni ki, mən server qaldırdım bir dənə. Bu əslində nədir? Siz artıq bu şəkildə eləyəndə lokal şəbəkədə insanlar bu URL-dən daxil olsalar, sizin ora qoyduğunuz faylları görə bilərlər. Sizin ora qoyduğunuz faylları görə bilərlər və bundan istifadə eləyə bilərlər. Və bu, yenə dediyim kimi, sadəcə lokal serverdə keçərlidir. Amma bunu biz qlobala yaymaq istəyiriksə, internetə yaymaq istəyiriksə, təbii olaraq biz nə edəcəyik? Gedəcək bir dənə qlobal IP adresi alacaq. Qlobal IP adresi, yəni ki, bir yerdə bir IP adresi kiralayacaq. Kiralayacaq və ondan istifadə edəcək. Niyə biz öz kompüterimizi bu şəkildə, deyək ki, mən özümdə öz kompüterimizi web server halına gətirə bilərik. Onun üçün nə etməliyik? Gedib bizim providerimiz, məsələn, hansı provider istifadə edirsinizsə, oradan sabit bir adres ala bilərsiniz. Sabit IP adresi. Gedib bunu hətta gedib Delta Telecom-a da müraciət edə bilərsiniz. Deyə bilərsiniz ki, mən sabit bir IP adresi almaq istəyirəm. Normalda necədir? Normalda necədir? Sizin IP adresləriniz dəyişəndir, dinamik IP adresidir. Yəni siz hər, məsələn, mənim hal-hazırdakı IP adresim nədir? What is my IP? Belə. Bu hal-hazırda mənə verilən bir hal-hazırda aktiv status olaraq mənə verilən IP adresidir. Mən modemi resetlədiyim zaman, bu IP adresi dəyişəcək. Dinamik olacaq. Və bu sabit olmadığı üçün mən öz kompüterimi bir server olaraq eləyə bilmirəm, yayınlaya bilmirəm. Amma bunun da yolu var. Öz kompüterimi server olaraq yaratmaq istəyirəmsə, nə edəcəm? Gedəcəm, bir dənə IP adresi satın alacam. Sabit IP adresi satın alacağım. Ondan sonra o IP adresinə öz kompüterimdə yenə faylları bu şəkildə bir dənə My Server adında bir papkaya yerləşdirəcəm və ya Python Web Server adında bir papkaya yerləşdirəcəm və o papkanı mən bu şəkildə server halına web server halına gətirə bilərəm. Çox bəsit şəkildə. Yəni elə bir möhtəşəm bir şey yoxdur burada. Amma bunu eləmək niyə eləmirik bəs? Niyə biz gedib şeylərə pul veririk? Necə deyirlər? Hosting şirkətlərə, server şirkətlərə. Çünki bizim kompüterimiz daimi açıq deyil. Və ikincisi də bizim kompüterimizdə təhlükələrə qarşı, biz onu web server halına gətiririksə, onun təhlükəsizlik tərəfində təmin eləməyimiz lazımdır. Yəni, bura ola biləcək atakaları, bura ola biləcək hücumları, məlumat təhlükəsizliyini təmin eləməyimiz lazımdır. Bu da başlı başına bir işdir. Biz o yükü götürmək istəmirik. Deyirik ki, bunu getsin başqa bir dənə server eləsin, biz ondan istifadə edək. Gedək 5 manat 10 manatımızı verək, ondan istifadə edək. Məsələn, bunu elədikdən sonra artıq, yəni web server diqqət elədiksə, biz artıq bir papka ayırdıq, fikir verin burada. Hətta gəlin belə eləyək, buradan çıxaq. Mənim buradakı daxilində mən bir dənə My Server deyə bir şey yaratmışdım, düzdürmü? İndi mən gəlirəm bura gireyim, deyək ki, My Server. Və burada mən bu komandanı icra edeyim. İndi baxın, bu artıq icra olunduğu zaman mənə nə göstərəcək? Diqqət edin. Artıq bu nəyi serverlədir? Baxın, buradakı mənim index.html faylım. Gəldim bura, dedim ki, bura bir dənə Hello World yazdım. Hello World, H1, Hello World, Testing Web Server. Bunu testing elədim. Və mən bunu refresh elədiyim zaman gördüyünüz kimi buna. İndi burada bir dənə sual da yarana bilər ki, niyə, necə deyərlər, bayaqları, necə deyərlər, bu HTML faylı yox idi o birisində. Niyə bu gəldi, index.html açdı? Niyə mənə fayl listini göstərmədi? Yəni, bu özünüzə verə biləcəyiniz sualdır. Niyə fayl listini göstərmədi? Hətta və hətta burada mən bunu rename eləsəm, salam desəm və ya about desəm, baxın,
Bu mənə nə göstərəcək? Diqqət edin. Bu önemli bir məsələdir. Və diqqət edin burada web browser, burada artıq biz buradan başa düşürük ki, deməli ki, mənim web serverim nəyə baxır? Əgər o faylın daxilində, o papkanın daxilində index adında bir HTML faylı varsa, o index HTML faylını mənim üçün açır. Bu mənim browserın bir standartıdır. Deyir ki, mən birinci baxıram ki, web serverdə əgər index HTML faylı varsa, mən onu aça bilirəm. Amma yoxdursa, mən ona sadəcə fayl istəyirəm. Amma mən gəlib burada about HTML yazsam, bu bunu serve edəcək. Və ya gəlsəm, geri gəldim, burada dedim ki, nə var burada? Bu fayla mən buradan reach edə bilirəm. Baxın, web servers.png. Mən bunu buradan görə bilirəm. Yəni, burada artıq mən bunu akses edə bilirəm. Diqqət edin, web serverdə mən fayllara akses edə bilirəm. İndi əsas dərdim nədir? Yəni, mənim buradakı dərdim nədir? Tamam, mən web server create elədim. Və ondan istifadə edə bilməliyəm. İndi, təbii ki, mən burada yaratdım bunu. Eləmi? Amma mən bunu Python'dan yaratmaq istəyirəm. Python'dan yaratmaq üçün də nə edəcəm? Gələcəm bunun içərisinə bir dənə run-py yaradacam. Çox bəsit şəkildə. Deyəcəm ki, from HTTP serverda import HTTP server və HTTP, bunu sonradan istifadə edəcək, HTTP request handler. HTTP request handler klasından istifadə edəcəm, hansı ki, bunun vəzifəsi o növbəti dərsin mövzusudur. Bu, o gələn requestləri, post requesti, get requesti həll eləmək. İndi mən bunu elədim. Ondan sonra gəlirəm, burada deyirəm ki, start server deyə bir dənə function yazıram, start server deyə, server, belə bir function yazıram. Burada deyirəm ki, my server bərabərdir, deyək ki, HTTP server, bundan bir yaradıram, HTTP server, bundan bir yaradıram, class yaradıram və bunu yaratmaq üçün də burada məndən nə tələb edir? Deyək ki, Python, HTTP server, burada vaxtımız getməsin deyə example-dan bir dənə baxaq. Və burada mən bir dənə Python server yaradanda, burada məndən 2 dənə parametr istəyir. Mənim buradakı necə deyərlər, serverim. Və mən burada, necə deyərlər, basic olaraq bir dənə server yaratsam və burada baxıram ki, hansı parametrlər tələb edir məndən. Hansı parametrlər tələb edildiğinə baxsam, serverin adresini istəyir məndən. Ondan sonra request handler class, yəni ki, hansı requestləri handle eləmək üçün. Mən elə vaxt keçmədən bunu tətbiq eləyək və bunun üzərində izah eləyək. Çünki bunu sadəcə görməyiniz kifayətdir. Deməli, burada olan məsələ nədir? Deməli, bir request handlerim var, HTTP serverim var. Bu hostname localhostdur. Mən bunun yerinə hal-hazırki IP adresimi yaza bilərəm. Hələ ki yazmıram. Ondan sonra server port budur. Ondan sonra burada mən inheritance alıram. Ayrıca bir dənə requestlərimi handle eləmək üçün belə bir yaradıram, class yaradıram, my server deyə bir class. Ondan sonra bu hazır bir metoddur. Yəni ki, bu classın daxilində olan hazır bir metoddur. Bunu buradan da görə bilərsiniz. Deyək ki, axtarsaq, doGet. doGet deyə bir dənə metod var, hansı ki, bu get requestlərini, browserda HTTP-nin get requestlərini handle eləmək üçün olan xüsusi bir metoddur. Və buradakı şeylər var, bunların xüsusiyyətləri, metodları var, belə deyək, send response, send header, end headers deyə bunlar haqqında əlavə danışılacaq bunlar haqqında və sadəcə olaraq, bəsit olaraq burada göstərmək istəyirəm. Deməli ki, mən müəyyən server eləmək istəyirəm, HTML faylını server eləmək istəyirəm. Sadəcə yazacağım nədir? Mən deyirəm ki, ekranda göstər nəyi? Müəyyən bir HTML səhifəsini göstər. Bunu da eləmək üçün təbii ki, mən bir dənə
Python'ın xüsusiyyətindən istifadə eləyək. Və bir dənə də dedik ki, bunun daxilində bir HTML faylı yazıram mən. Hansı ki, buradakı bu faylı götürürəm. Faylı götürdüm, bunu yazdım bura. Bunu yazdım bura. Və ondan sonra bu deyir ki, zəhmət olmasa, content type, bunlar sonradan danışılacaq məsələlərdir. Sadəcə bu faylı mənim üçün ekranda göstərməsini istəyir. Yəni ki, mən burada deyim ki, HTTP hostname bu olsun, server port bu olsun və bunun requestlərini handle etmək üçün bu klassdan istifadə edəcəm. Hansı klassdan? MyServer klassından istifadə edəcəm. Və ondan sonra mən bunu serve eləmək üçün, bu HTTP serveri artıq run eləmək üçün nədən istifadə edirəm? Serve forever deyə bir metodu var bunun. Hansı ki, bu onu serveri başlayır run eləməyə. İndi burada diqqət edirsinizsə, mən gəldim bura, py, run py eləyəndə, artıq bu mənim üçün baxın nə yaradacaq. Fikir verin, artıq deyir ki, server started filan adresdə, mən bu adresi götürsəm, və burada run eləsəm, bu testing web server deyə belə bir şey verir. İndi artıq mən burada diqqət edirsinizsə, bəsit web server yaradaraq nə etmiş oldum? Python faylı vasitəsilə, baxın, Python faylında, Python faylından istifadə edərək browser'a bir data göndərdim. Mən sabah adicə bu hissə Python olduğu üçün mən deyirəm ki, name olsun və ya belə deyək ki, name bərabərdir input, adicə deyirəm ki, adınızı daxil edin, dedim. Adınızı daxil edin və ondan hətta belə bir deyək ki, data qoyaq. Samir dedik. Və bu Python faylı olduğu üçün və bu adicə bu HTML-də yazılan kod bəsit bir tekst olduğu üçün, string olduğu üçün mən bunun daxilinə təbii ki, bu dəyişənimi gətirib import edə bilərəm. Necə? Gəldim bura, bunu yazdım və bunun daxilinə mən bunu import elədim bu şəkildə. Dedim ki, nə olsun? Name. Yəni, dolayısıyla artıq indi burada olan hadisəyə diqqət edin. Mən bunu təzələn run eləyəndə, baxın, bunu, burada məsələn bu nəticə görünmədi. Niyə? Çünki bu aktiv olaraq mənim serverim ancaq o bir dəfə render elədi, bir dəfə request göndərdim. Baxın, hələ də mən burada dəyişiklik eləsəm də, amma mənim serverimdə nə var? Diqqət edin, hal-hazırda. Bunun mənim serverə bir request göndərdim, diqqət edin. Requesti göndərəndən sonra buna gələn cavab hələ də, baxın, budur. Niyə? Çünki mənim hal-hazırdakı serverimdə o birinci kopyasını götürdü, onu response edir. Özündə saxlayır, browserin yaddaşında saxlayır, onu response edir. Mən indi təzə yeniliyə eləyə bilmək üçün mən nə edəcəm? Bu serveri saxlayacam, təzənlə run eləyəcəm. İndi mən məsələn bunu run eləsəm, diqqət edin, bu gəlmiş oldu bura. Və artıq mən burada şeyi görə bilmək üçün, indi bu adicə bəsit get requestini başa düşə bilmək üçün mən bura başqa bir şey yazıram, baxın. Necə işləyəcəyini, bəsit olaraq necə. Mən bura yazıram, self-pass deyə bir şey var, property'si var bunun. Hansı ki, bu pass deyə property o URL-də yazılan dataları mənə göstərir. URL-də yazılan dataları, yazılan şeyləri mənə göstərir. İndi gəlirəm bura, bunu təzələn serve eləyim bir dənə. Serverimizi təzələn. Bunu server saxlamaq üçün Ctrl-C-dən istifadə edə bilərsiniz. Allah qoysa serveri saxlasa. Haydi. Bazen geç cevap verir. Ben de Ctrl-C'ye mən
Yenə təzələnən bunu serv eləyəcəm. Deyəcəm ki, py-m http pardon py run py pardon cd my server cd my server və burada deyəcəm ki, py run py. Bu avtomatik olaraq burada serv eləyəcək və mən burada baxın belə bir nəticə hal-hazırda heç nə görmürəm. Amma diqqət edin, bu pass adında property nə edir? Mənim üçün buradakı bu dəyəri götürür. Tak, buraya yazır. Baxın. O bu artıq get requestinin işidir. Baxın, mən buradakı datanı götürdüm. Əhməd buraya yazdım. Ondan sonra deyək ki, sabah mən buradan nə edəcəm? Deyəcəm ki, product kateqoriyasının içərisindəki bir nömrəli productı mənə göstər. ID-si 1 olan productı mənə göstər, 2 olan productı mənə göstər və artıq mən görürsünüz ki, Python istifadə eləyərək mən artıq browser üzərində iş görə bilirəm. Bu, web serverlərə introduction olaraq gələn bir məsələdir. Birinci, bunu özümüzdə bir fəlsəfəsini otuzdurmalıyıq. Web server fəlsəfəsini bizim özümüzdə otuzdurmalıyıq ki, sonrasında Python'ın get və get, post, put, ondan sonra delete requestlərini necə handle elədiyinə baxaq ki, biz artıq framework öyrənəndə həqiqətən necə deyərlər, əslində belə baxanda hal-hazırda mənim web serverə ehtiyacım yoxdur. Web serverə deyirəm, pardon. Necə deyərlər, ehtiyacım yoxdur. Hər hansı bir framework'a ehtiyacım yoxdur. Mən əgər biraz HTML, CSS bilirəmsə, mən sadəcə bəsit HTTP server modulundan istifadə edərək bir web application yarada bilərəm. Təbii ki, burada indi işin Nginx-lə bunun fərqini başa düşəndə görəcəksiniz ki, biz niyə framework istifadə edirik? Biz niyə Nginx istifadə edirik? Ondan sonra Nginx-dən də əlavə VCGI deyə, Whiskey deyə bizim şeyimiz var, bir platformamız var. Niyə biz ondan istifadə edirik? O tərəfə baxacaq. Bugünlük bu qədər. Növbəti dərsdə görüşənə qədər. Özünüzə yaxşı baxın.